Salam əziz MİQV sertifikasiya hazırlaşan müəllimlər. Hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 22 iyun tarixində sertifikasiya imtahanına düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 8924 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Başlayaq suallarımıza. Bu 22 iyun tarixində olan kurikulum sualların 3-cü hissəsidir. Yəni birinci, ikinci hissələrini də YouTube kanalımızdan götürüb dinləyə bilərsiniz. Başlayaq suallara. Birinci sualda deyir ki, müəllim qlobal istiləşmə və iqlim dəyişikliyi mövzusunda şagirdlərə dərs təqdim edir və mövzunun şagirdlər üçün aktual olması üçün müəllim nə etməlidir? Deməli, mövzu təqdim elədi və mövzunun uşaqlar üçün aktual, onların yəni araşdırmağa meyllənmələri üçün, müasir dövrdən ayaqlaşdığını göstərə bilməsi üçün nə eləməlidir? Baxaq. Başqa ölkədən gələn ekspertlər şagirdləri tanış edib, həmin ekspertin mövzunu danışmasına şərait yaratmaq lazımdır. Hər mövzuda həmən mövzuya uyğun bir ekspert gətirib dərsimizi keçməyimiz bir qeyri-müəyyən bir haldır. Ona görə bu yanlış cavabdır. Yəni bizdən aktual olması üçün müəllim nə eləməlidir? Yəni hər mövzu var, 40 mövzu var, 40 mövzuda da xaricdən 40 nəfər gətirəsi deyil. Ona görə bu yanlışdır. Müəllim özü mövzunu araşdırıb subyekt-obyekt formatında dərsi qurmalıdır. Müəllim özü araşdırmamalıdır, şagirdlərin araşdırmasına şərait yaratmalıdır. C-də deyir, şagirdlərin özlərinin mövzunu tətbiq etməsi üçün şagirdlərə mənbə verib onları araşdırmağa yönəltmək lazımdır. Sorğu araşdırma əsaslı öyrənmədir bu. Həmçinin Vygotsky nəzəriyyəsindədir. Çünki müəllim scaffolding mühiti yaradır, fasilitator kimi çıxış edir, şagirdlə öz arasında körpü rolunu qurub, körpü rolunda özü çıxış edib və onları yönəldir, özlərinin araşdırmasına yönəldir. Ən gözəl variant C bəndidir. Bir C-dir. D-də deyir, şagirdlərin bu mövzuda esse yazmaqlarına və onu əzbərləmələrinə şərait yaratmalıdır. Esse yazmaq gözəl yanaşmadır, amma əzbərləmək bu doğru yanaşma deyil. Şagirdləri ekskursiya aparmalı, şagirdlərdən birinin orada mövzunu danışmasını istəməlidir. Ekskursiya aparmaq ola bilər, amma o mövzunu danışmaq onlardan biri deyir, onu danışsın. O zaman ayrı seçkilik yaratmış olur. Ona görə bu yanlışdır. Cavabımız oldu C bəndi. İkinci suala baxırıq. Hansı addım şəxsiyyətin formalaşdırılmasında müəllimin atdığı yanlış addımdır? Yumşaq bacarıqlardan istifadəyə önəm vermək bu doğrudur. Çünki emosional, əməkdaşlıq, sosial, ünsiyyət bacarıqlarının formalaşması yumşaq bacarıqlarda dayanır. Bu doğrudur. Şagirdin davranışına həmişə negativ rəy vermək bu həmişə negativ rəy olmaz. Eləcə negativ rəy olsa olar. Çünki bəzən ola bilər negativ rəy, düzdür. Yaxşı hal olmasa belə müəllim negativ rəy əlbəttə ki verə bilər. Amma bu həmişədir. Ona görə bu yanlışdır. Şəxsiyyət tiplərini nəzərə almaq, bəli, introvert, ekstravert, ambivert olduğunu bilmək yaxşı addımdır şəxsiyyətin formalaşmasında. Sosial emosional öyrənmə mühiti yaratmaq, Goleman nəzəriyyəsinə əsasən müəllim çalışıb SEO mühiti yaratmalıdır. Sosial emosional öyrənmə mühiti formalaşdırmalıdır. Qısa formada SEO yazılır. Şagirdin davranışına müsbət rəy vermək bu bir növ mükafatlandırma kimidir. Yəni müsbət gücləndiricini formalaşdırır. Doğrudur. Bu da bizdən yanlış istəyir, o da B bəndidir. 3-də deyir, müəllim şagirdi onun valideyni ilə olan mənfi münasibətinə görə bütün şagirdlərin yanında onu danlayıb irad tutur. Situasiya ilə bağlı doğru fikir istəyir. Şagirdlə bağlı şikayətləri e-mail ilə göndərməyib. Bu vəziyyətlə bağlı deyil. A bəndi, yəni situasiya ilə əlaqəli deyil. Müəllim valideyn ilə münasibətində israrlı olmayıb. İsrarlı olmaq əgər valideyn icrasa gəlmirsə o zaman israrlı ola bilər. Və yaxud da valideyn cavab vermirsə o zaman israrlı olmağa çalışır. Yəni bu situasiya ilə bağlı deyil. Valideyni tez-tez zəng edib şagirdlə bağlı xəbərdarlıq etmək, tez-tez ümumiyyətlə zəng etmək bu doğru yanaşma deyil. Harda görsəz çıxınma. Heç vaxt tez-tez zəng etmək düzgün götürülmür. Müəllim-şagird münasibətləri effektiv şəkildə təmin olunmayıbdır. Bəli, effektiv şəkildə təmin olunmalıdır ki, müəllim-şagird arasında münasibət də pozitivə doğru getsin, müsbətə doğru getsin ki, problemlər yaşanmasın. D doğrudur.
Y-də deyir, müəllim valideyn münasibətinə vaxt sərf olunmuyub. Burada vaxtla bağlı bir məqam vurğulanmayıbdır. Ona görə biz yeni götürənməliyik. Cavabımız D bəndidir. 4-ə baxırıq. Şagird sinif yoldaşından qələm istəyir. Ancaq yoldaşı ona öz qələmini verməyərək deyir ki, keçən dəfə sənə qələmimi verdim, amma onu qaytarmadın. Müəllim şagirdlə söhbət edərək vurğulayır ki, sən səbəbini bilirsənmi ki, o qələmi sənə niyə verməyib? Və müəllim şagirdə bu vəziyyəti izah edir və müəllimin burada məqsədi nədir? Baxaq nədir? Yanlış davranış üçün plan hazırlamaq. Yanlış davranış üçün plan hazırlamaq bu belə deyək, ümumiyyətlə plansız olan müəllim reaktivdir. Planlı iş tutan müəllim proaktivdir. Burada da yanlış davranış üçün plan hazırlayır. Burada planı dərs gedişatında hazırlamaq bu düzgün yanaşma hesab olunmur. Çünki həmin məqam əvvəlcədən desəydi ki, plan hazırlayıb, məsələn, həmin vəziyyətin olmaması üçün, əgər belə bir vəziyyət yaranmamışdan əvvəl müəllim hər hansı bir situasiyanı irəli sürsəydi ki, belə şeylər olanda məsələn diqqət etmək lazımdır. Müəllim planlı şəkildə olsa belə hal yaşanmaz. Ona görə yanlış davranış üçün plan hazırlamaq o daldan atılan daş topuğa dəyər. Onun kimi yanaşmalı bir şeydir. Ona görə biri götürənməliyik biz. Şəxsi keyfiyyətlərə daha çox diqqət etmək, şəxsi keyfiyyətə yox, fəaliyyətə diqqət etmək olardısa, amma yenə də situasiyamızdan əlaqəsi yoxdur. Burada fəaliyyətə diqqət yetirməli bir məqam yoxdur. Şagirdin şəxsiyyət kimi formalaşmasına dəstək vermək. Bəli, müəllim çalışmalıdır ki, şagirdi bir fərd kimi, şəxsiyyət kimi formalaşdırsın. 3 doğrudur. Şagirddən məktəblə bağlı müsbət fikirlər yaratmaq situasiyanın əlaqəsi yoxdur. Yəni məktəblə şagird arasında problem yoxdur ki, müsbət fikir yaradaq. Şagirdi öz emosiyalarından düzgün istifadə etməyə yönəltmək. Görürsünüz, yenə yönəltmək. Vygotsky nəzəriyyəsi gəldi. Müəllim çalışır, fasilitator roluna çıxış edib, istiqamət verməlidir, yönəltməlidir. Sosial konstruktivizmi formalaşdırmalıdır. Cavabımız 3-5 A bəndi olmuş oldu. 5-ə baxırıq. Şagirdlərə tarixi hadisə ilə bağlı təqdimat hazırlamaq tapşırılır və qiymətləndirmə auditoriyanın səviyyəsi nəzərə alınmaqla keçirilir. Verilmiş tapşırıq əsasən inteqrasiyanın bilin növü və idraki sahənin mərhələlərini müəyyən edin. Şagirdlərə tarixi hadisə ilə bağlı təqdimat hazırlamaq deyilir. Baxın, tarixi hadisə ilə bağlı təqdimat deyir. Əgər hər hansı bir təqdimat desəydi ki, gedin təqdimat hazırlayın. Bu zaman yaratmaq və yaradıcı təfəkkür olardı. Amma burada tarixi verib, bizim əlimizdə məfhum var. O məfhum üzərində işimizi icra eləməliyik. Tarixlə bağlı təqdimat hazırlamalıyıq. Yəni bu düstur deyil ki, hər hansı bir teorem deyil ki, mən bunu anlamaq götürüm. Tarixi hadisədir, biz onu götürüb üzərində iş icra eləməliyik. Ona görə prosedural tətbiq olur. Və tarixi hadisə ilə bağlı deyirsə, indi bilmirik hansı dərsdədir bu. İngilis dil dərsindəsə tarixlə əlaqəli olur. Tarix dərsindəsə də gedir yenə araşdırma ilə başqa fənlərlə əlaqələndirir, ədəbiyyatla falan. Yəni mütləq təqdimat varsa, çünki təqdimat yaradıcı təfəkkürdür. Yaradıcılığa doğru gedən bir işdir. Sadəcə əlimizdə bir məfhum var. Tarixi hadisə, onun üzərindən araşdırma aparırıq deyə biz buna tətbiq etmə deyirik, prosedural deyirik. Amma yenə də təqdimat özlüyündə bir yaradıcılıq var özündə. Çünki şagird araşdırır, istər-istəməz başqa fənlərlə də əlaqəsini ortaya çıxartmış olur. Ona görə fənlər arası prosedural biri tətbiq etmək. Amma burada tarixi hadisə sözü olmasaydı, müəllim şagirdlərə təqdimat hazırlamaq tapşırır və qiymətləndirmə auditoriyanın səviyyəsinin nəzərə alınmaqdan keçirilir. Belə olsaydı, cavabımız olardı fənlər arası konseptual bilik, çünki yeni biliklər konseptualdadır. Konseptual və yaratmaq, heç variantlarda yoxdur. Amma dediyim kimi olsaydı, fənlər arası konseptual yaratmaq olardı. Sadəcə əlimizdə tarixi hadisə var və onun üzərində iş görürük, prosedural tətbiq etmək olur. C bəndi. 5 deməli C oldu. 6-ya baxırıq. Müəllimə aid olan yanlışı seçin. Təlimdə inklüzivliyi təmin etmək, bəli, həmçinin bərabər imkanları təmin edir, dəstəkləyici mühiti formalaşdırır. Şagirdə davamlı olaraq negativ rəy vermək. Baxın, həmişə negativ rəy, bayaq da elə bir sual var idi. Həmişə negativ rəy vermək olmaz, davamlı olaraq olmaz. Negativ rəy istərsəməz onun qapalı düşüncə tərzinə keçməsinə şərait yaradacaqdır. Ona görə o olmaz.
Sonra cavabımız B bəndidir. Yanlış odur. Şagirdlərdə yumuşaq bacarıqları formalaşdırmaq, yəni ünsiyyət bacarıqları, münasibətlərin formalaşması bacarığını formalaşdırmaq, təlimdə inkişaf dinamikasını izləmək, bəli, bu da formativ qiymətləndirmədə olur. Konfidensiallığı qorumaq, bəli, gizliliyi qorumaq lazımdır. Hər şeyi hamının yanında açıb danışmaq yaxşı yanaşma deyil. 6B bəndidir. 7-yə baxırıq. 7-də deyir ki, summativ qiymətləndirməyə aid fikri müəyyən edin. İl ərzində mütəmadi olaraq keçirilir. Mütəmadi olaraq ümumiyyətlə sözünü harda gördünüz? Formativ götürün. Burada il ərzində sözü sizi çaşdırmasın. Çünki onsuz da formativ il ərzində aparılır. İl ərzində keçirilir, yəni yanaşması mütəmadi olaraq, məhz mütəmadi olaraq sözünün vurğulanması onun formativ olduğunu vurğulayır. A formativdir, dərs boyu ölçür. Bu da formativdir. Çünki dərs boyu deyirsə 1:45 dəqiqə akademik saatımı deyirsə formativdir. Risk tələb etməyən formativdir. Çünki rəsmi qiymətləndirmə deyil. Həmçinin diaqnostikdə risk tələb etmir. Amma summativ risk tələb edir. Çünki risklidir. Rəsmi qiymətləndirmədir. Sən oraya yazdığın qiyməti dəyişə bilməzsən. Risk tələb edir. Amma formativdə qoyduğun qiyməti şagird mütəmadi olaraq üzərində çalışıb qiymətini artıra bilər. Şagirdi istiqamətləndirir, inkişaf elətdirir, istiqamət verir, irəliləyişini tənzimləyirsə bu da formativdir. Şagirdin təlim nailiyyətini ölçür. Ölçür fikri varsa, plus nailiyyətini ölçürsə bu summativdir. Yaddan çıxartmayın. 2Y oldu. 8-ə baxırıq. Müəllim sinifdə jest mimikalardan istifadə edərək prosedurları şagirdlərə tətbiq etdirir. Müəllimin məqsədi nədir? Şagird valideyn münasibətini möhkəmləndirmək xeyr. Şagird müəllim münasibəti olsa olardı. Fəaliyyətin idarə olunmasında vaxt itkisinin qarşısını almaq. Burada vaxtla bağlı heç bir məqam yoxdur. Arzu olunmayan davranış nümayiş etdirən şagirdi cəzalandırmaq. Arzu olunmayan davranışla bağlı, behaviorizm nəzəriyyəsilə də bağlı heç bir fikir yoxdur. Tədricən şagirdlərə şifahi fəaliyyətləri tətbiq etdirmək. Bəli, jest mimikalar şifahi fəaliyyətlərdir. Qeyri-verbal yanaşmalardır. Yəni ki, şifahi deyəndə şərt deyir ki, danışılsın. Sadəcə şifahi fəaliyyətlər, onların hərəkətlərlə bağlı gördüyü prosedurları nəzərdə tutur. O da tədricən şagirdlərdə bu prosedurların tətbiq olunmasına şərait yaradır. Şifahi fəaliyyətlər jest mimikaları vurğulayır. 8D bəndi olur. 7 deyir, sinifdə şagirdlərlə ortaq dəyərlər yaratmaq. Burada onunla bağlı heç bir məqam yoxdur. Cavabımız oldu D bəndi. Şifahi fəaliyyətlər jest mimikalarla uzlaşır. 8D, 9-a baxırıq. Dərs prosesində müzakirə zamanı xaos yaranmasının səbəbi aşağıdakılardan hansıdır? Rubrikin olmaması bu qiymətləndirmə ilə bağlı problem olar. Gözləntinin pozulması, yəni gözləntinin pozulub-pozulmaması müzakirəyə aidiyyatı yoxdur. Prosedurla qayda da əsas önəmli olan. Düzdür, gözlənti də müsbət gözlənti, mənfi gözlənti olur. Müsbət gözlənti açıq düşüncə tərzinə şagirdi yönləndirir. Mənfi gözlənti isə qapalı düşüncə. Ancaq müzakirədə xaos yaranmasının səbəbi əsas prosedurla qaydanın pozulmasıdır. Əgər bunlar yoxdursa da müzakirəmiz də istədiyimiz nəticəni əldə etməyəcəyik. 3-6-dır cavab A bəndi. Müşahidənin olması, müşahidə varsa niyə xaos olsun? Mənfi gözləntinin olmaması, yəni bu da doğru yanaşmaq olmur. Mənfi gözləntinin olmaması niyə xaos yaratsın? Cavab 3-dən 6-da A bəndi. Və 10-cu sual, formativ qiymətləndirməyə aid olan fikri seçin. A-da deyir, şagirdin nailiyyətini müəyyən etmək, bu summativə aiddir, nailiyyəti müəyyən etmək, şagirdin nailiyyətini izləmək, nailiyyəti izləmək deyir. Fəaliyyəti izləmək olsa formativ olur. Nailiyyəti izləyirsə summativdir. Şagirdin nailiyyətini qiymətləndirmək də summativdir. Müəllimin fəaliyyətini də izləmək summativdir. Şagirdin fəaliyyətini izləsək formativ olardı. Müəllimin fəaliyyətini izləyirsə summativdir. Şagirdin irəliləyişini izləmək bu summativə, bu formativə aid olmuş oldu. Deməli A, B, C, D summativdir. Y bəndi isə formativə aiddir. Bu qədər. Uğurlar, xeyrini görəsiniz.